polis vətəndaşı 200 gedir. Bu 200. Sənin fikrin nə idi 200? 200-ə nə qoğalıyırdın? Fikrin nə idi? Ən dəyərli gözümün işığı idi. Yəni o getdi mənim günəşim söndü. Mənim belim qırıldı. Yəni həyatımdan bir parça getdi. Yəni elə bir qız idi ki, yəni narazı bir insan mən görmədim də. Yəni böyükdən kiçikdən ki, mənim o ayağımdan kimsə narazısı bir söz desin. Çox gözəl oxuyurdu, çoxdur. Müəllimlərin hamısı da çox istəyirdi mənim qızımı. Yəni hamısı razı idi. Direktorla tutmuş, bütün müəllimlərin hamısı mənim qızımdan hamısı razı idi. Ən çox əzilən polis maşının altında qalan üst sistemi itən mənim qızım oldu. Yəni hamı tanınır. Amma mənim qızımdan başqa hamı tanınır. Mənim qızımın üst sistemi olmuyor. Polis maşının altında qalıb sürünən mənim qızım oldu. Hamı deyirdi ki, o oğlandır. Gör nə hala qalıbsa, mənim qızımı öz qohumun qucağına alıb, maşına mindir, skoriya qoyub. Moruqda da 2 dəfə üzünü açıb, mənim qızımı tanımayıb. Üst sifətin, gör nə günə qalıbsa qay maşının altında. İnternet kəsildi, şəbəkə kəsildi. Yəni paylaşımlara görə, bu canlı açılımlara görə, o hadisə yerində, ona görə də internet də etdi, şəbəkə də etdi. Harasa məlumat verməlisən, verə bilmirsən, kimsə saat zəng eləyir, WhatsApp vasitəsilə eləyə bilmirdi. Aparılan bilirəm ki, yəni insan ora aparılan çox olur. Yəni orada kameraya düşəndə çağırır. Məsəl üçün mən oradan keçmişəm kameraya, onu da aparıb var, danışdırıb var. Millət heç nədən qalxmamış ayağa. Millət yəni bu ölən bu balalara görə qalxmışdı ayağa. Məktəb yolunda, məktəb uşaq çıxan vaxtı 200 sürülür. Hansısa indi bir insan da çıxıb qabağına gələn maşını görüb təntiyib, dəyib ona. Polis maşını dəyib ona. Ona dəyəndən sonra uşaq bardiyordan gəlirmiş. Bardiyora dəyib təkiyə. Təkiyə deyəndən sonra körpələr arab altına vay qanlı öz balalarımızı apardıq, əlimizlə qoyduq. Körpə balamızı, 11 yaşında mən qızımı əlimlə qoydum torpağa. Əlbəttə ki, insan ayağa qalxmalıydı. Bunu görən millət müsəlmandır, müsəlman qanı var bizdə. Qalxmalıydı da ayağa.